Efirimiz davam edir əziz tamaşaçılarımız. Biz aktual bir mövzu ilə davam edirik. Amerika-İran qarşıdurması, daxili etirazlar fonunda artan regional risklər. Bütün bu məsələləri, Amerika-İran gərginliyini və s. bütün bu məsələləri biz efirimizin qonağı politoloq Rəşad Bayramovla müzakirə edəcəyik. Rəşad müəllim, xoş gəlmişsiniz. Necəsiniz? Xoş gördük Təniz xanım, təşəkkürlər. Yaxşı olasınız. Gəlin onunla başlayaq ki, Amerika-İran münasibətlərindəki gərginliyin hazırki mərhələsini necə qiymətləndirirsiniz? Təbii ki, gərginlik özünün, belə deyək mümkünsə, hələ ən pik həddinə gəlib çatmayıb. Çünki hələ ki, qarşılıqlı bəyanatlar, belə deyək, dövrüdür. Birinci mərhələdə, bir neçə gün bundan qabaq daha doğrusu, Amerika Birləşmiş Ştatları və İran arasında etirazlar fonunda hansısa danışıqların başlama ehtimalından danışılırdı. İran Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış elədi və Amerika Birləşmiş Ştatları tərəfi də Steve Witkoff'un, yəni ABŞ prezidentinin xüsusi nümayəndəsinin bu proseslərdə artıq danışıqlar mərhələsinə, belə deyək, start verdiklərinin bir görüntüsü yaradıldı və bunun əks effekt verdiyi də dərhal ortaya çıxdı. Çünki etirazçılar arasında bir ruh düşkünlüyü meydana gəldi ki, biz faktiki olaraq istifadə olunduq. Yəni, biz rejimə qarşı mübarizəyə qalxdıq və rejim təmsilçiləri Amerika Birləşmiş Ştatları ilə bu və digər məsələnin müzakirəyə hazır olduqlarını bəyan edəndən sonra ABŞ demək ki, geri çəkilmiş oldu və faktiki olaraq etirazçıları tək buraxmış oldu. Çünki biz bilirik ki, etirazlar başlayandan etibarən Amerika Birləşmiş Ştatları prezidenti xüsusən də aktiv şəkildə dəstək olacaq, müdaxilə eləyəcək və s. kimi bəyanatlarla çıxış eləyirdi. Bunu dərk elədilər və ona görə də dünən gecə saatlarında bizim saatla hər halda Trump hər hansı bir danışıqların dərhal dayandırdığı ilə bağlı bir mesaj verdi və bildirdi ki, kömək yaxındadır və bu gün ərzində İranla bağlı konkret hansı qərarların qəbul olunacağına dair də bir bəyanatla çıxış elədi. Yəni, söhbət təkcə İranla aktiv əməkdaşlıq eləyən ölkələrə 25% sanksiyaların tətbiq olunmasından və yaxud da İranda ayrı-ayrı şəxslərə sanksiyaların tətbiq olunmasından getmir. Birbaşa çağırış oldu, hökumət binalarının tutulmasına çağırış oldu, dövlət binalarının tutulmasına çağırış oldu. Bu, amma yenə deyirəm, bu bəyanatdır hələ ki. Pik hədd təbii ki, aktiv müdaxilə baş verəcəyi halda mümkün olacaq. Yəni, əgər Trump həqiqətən də, belə deyək, etirazçılar öldürülürsə, biz müdaxilə edəcəyik bəyanatın arxasında dayanıb bu və digər şəkildə hansısa formada mən müdaxilə edəcəyik deyəndə təkcə hərbi cəhətdən ora qoşunların göndərilməsi və yaxud da hansısa bombardman edilməsi və s. nəzərdə tutmuram. Kiçik bir əməliyyatın keçirilməsi belə bu mərhələdə bu və digər şəkildə müdaxilə kimi qəbul oluna bilər. Nə addımlar atılacaq, onu təbii ki, bugün biləcəyik və pik həddə də onda çatacaq əslində o münasibətdəki gərginliyin. Amma yenə deyirəm, indi də ABŞ-İran münasibətləri o gərginliyə doğru özünün kulminasiya nöqtəsinə çatmaqdadır. Həqiqətən də çox uzun müddətli bir görünən odur ki, plan hazırlanıb. Çünki 12 günlük müharibə göstərdi ki, xalqla hakimiyyət arasında, xalqla dövlət qurumları arasında birlik olanda hər hansı kənar müdaxilə bir o qədər effekt vermir. 12 günlük müharibədə İran hamısı bir yerə toplaşmağa, insanlar bir yerdə vahid mövqedən çıxış eləməyə nail oldular. Hökumət hər halda bunu təmin eləyə bildi kənar müdaxilə fonunda. Amma indi məsələ o yerə çatıb ki, etirazçılar özləri kənar müdaxilə istəyir. Yəni, vəziyyət o həddədir ki, bu günləri xalqla dövlət qurumları arasında uçurum kifayət qədər böyüyübdür və indi artıq müdaxilə vaxtı həmin xalqın hakimiyyətin yanında dayanmayacağına kifayət qədər yaxşı əmindir. Həm ABŞ, həm də İsrail. Bəs nə gözəl məqama toxundunuz? Çünki belə bir şayiələr gəzirdi ki, İsrail ilə Amerika İran xalqını belə deyək ki, qızışdırıb, məcbur edib. Amma halbuki bir xalq əgər çevrilişə hazır olmasa, bezmiş olmasa, artıq onun belə deyək, ən pik həddinə çatmış olmasa, əslində bütün bu çevriliş də ola bilməzdi. Onların əsaslandığı xalq özü buna hazır idi. Baxın, məsələ belədir. İstənilən təkcə İrandan söhbət getmir. İstənilən bir yerdə kiçik bir hadisəni belə kənar müdaxilə, yəni informasiya resurslarının işə salınması, bu və digər təbliğat vasitələrinin zəif nöqtələrlə manipulyasiya olunması, bu manipulyasiya yolu ilə daha böyük aksiyalara çevirmək mümkün olur. Yəni kiçik bir iqtisad, İrana qoyaq bir yana, bundan əvvəl Qazaxıstanda bir yanacaq dondurma məntəqəsində qiymətin artımı ilə bağlı
insanların etirazı nəticə etibarilə böyük Qazaxstanda böyük bir çaxnaşmaya gətirib çıxardı və KTMT qoşunlarının ora yeridilməsi haqqında qərar qəbul etmək məcburiyyətində qaldılar. İranda da təbii ki, etirazlar iqtisadi fonda, xalqın narazılığı fonunda başladı, amma nəticə etibarilə indi artıq iqtisadi belə deyək bəyanatlardan daha çox biz siyasi tələblərin ortaya çıxdığını eşidirik. Yəni başqa sözlə bir məsələdən maksimum şəkildə kimin nəyə etirazı varsa artıq o etiraz fonunda küçüyə çıxır. Yəni söhbət təkcə qiymət artımı və yaxud da İran valyutasının dəyərdən düşməsi məsələsi deyil. Kimin nədən etirazı varsa, Azərbaycanlılar öz dilində təhsil hüququ, haqlarının bərpa olunması, bəluclar, kürdlər, ərəblər başqa bir səbəblərlə, farslar başqa bir səbəblərlə, yəni, hamının hakimiyyətdən nəyə etirazı varsa, rejimə hansı formada etirazı varsa, artıq bunların hamısı səfərbər olunub və təbii ki, burada mütləq şəkildə xarici təbliğat, manipulyasiya, institutlarla manipulyasiya və s. də rol oynayır. Amma Pezeşkiyanın yaxşı bir sözü var İran prezidentinin. Deyir ki, biz əgər bu xalqa istədiyi hər şeyi verə bilsəydik, biz onların yaxşı yaşayışını təmin edə bilsəydik, hər hansı bir kənar müdaxilə ilə xalqın ayağa qaldırılması mümkün olmazdı. Ona görə də günahı kənarda yox, ilk növbədə özümüzdə axtarmalıyıq. Bu Pezeşkiyanın hər halda aksiyalar başlayanda, etiraz aksiyalar başlayanda ilk verdiyi bəyanatlardır. Düzdür, indi o da kənar müdaxilədən və s. danışır, amma əsas məsələ odur ki, doğrudan da bir xalq artıq bezibsə, dediyiniz kimi, bir xalq artıq normal yaşamaq üçün belə deyək, mübarizə aparmağa başlayırsa, burada kənar müdaxiləyə də bir ehtiyac qalmır. Demək ki, hakimiyyət, demək ki, bu rejim ölkənin idarə olunmasında problemlər yaşayır, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında problemlər yaşayır və bunun da təbii ki, böyük ölçüdə belə deyək, səbəbi İranın seçilmiş hakimiyyəti yox. Daha çox dini hakimiyyəti, daha çox belə deyək, dini qurumlar hansılar ki, İran iqtisadiyyatının 90%-ni özlərinin monopoliyası altına alıblar. İslam adı altında. Və təbii ki, Sepah kimi qüvvələrdir, Bəsiq kimi qüvvələrdir, hansılar ki, məhz onları, yəni dini lideri və onun ətrafını müdafiə mövqeyindən çıxış eləyir. Yəni, bu rejim qaldıqca, lap aksiyalar sabahları dayana da bilər və yaxud da daha da genişlənə bilər. Amma bu rejim qaldıqca İranda heç nə belə deyək, sona çatmayacaq. Yəni, bu günləri zor gücü ilə 1000, 2000, 3000 insanı qətlə yetirməklə aksiyana dayandırsalar belə bu müvəqqəti bir şey olacaq. Çünki artıq İrandakı insanlar da o insanlar deyil. Artıq o Z nəslinin uşaqlarıdır. Onlar artıq daha yaxşı yaşamaq, dünyəvi dövlət modelində yaşamaq üçün mübarizəyə qalxırlar. O baxımdan biz aksiyalarda da gənclərin xüsusi olaraq fəallığının seçildiyini görürük. Qadınların xüsusi olaraq fəal olduqlarını görürük aksiyalarda. Çünki qadınlar oradan çox çəkiblər, onlar məcbur eləyib hüquqlar məsələsidir və s. məsələ. Ona görə də bütün zümrələrə bu və ya digər şəkildə belə deyək, təsir eləyir bu və nəticə etibarilə təbii ki, bugün baş verənlər sabahları böyük ölçüdə açıq artıq formada hərbi cəhətdən ABŞ-İran qarşıdurmasına çevriləcəksə, bundan bütün region ölkələrinin bu və ya digər şəkildə təsirlənəcəyi də qaçılmaz olur. Rəşid müəllim, Amerikanın sanksiyaları İranda daxili sabitliklə necə təsir elədi? Təbii ki, birbaşa təsir elədi. Yəni, düzdür, ABŞ uzun müddətdir bu sanksiyaları tətbiq eləyirdi. Amma İranın bu və ya digər şəkildə öz, belə deyək, neft ehtiyatlarını Çin istiqamətinə, Hindistan istiqamətinə satışı məsələləri də ortada var idi. Amma bu sanksiyalar sərtləşdikcə, sanksiyalar sayı çoxaldıqca, gedən tankerlərin və s.'nin qarşısı alındıqca, ayrı-ayrı ölkələrə İran, Rusiya kimi ölkələrin neftlərinin alınması ilə bağlı əlavə sanksiyalar tətbiq olunanda o ölkələr də məsafə qoymaq məcburiyyətində qalırlar. Eyni zamanda da üzrdən belə bir xəbərlə rastlaşdıq ki, Trump deyib ki, İranla əməkdaşlıq edən 25% artıq. Yəni, bütün bunlar təbii olaraq İranı, belə deyək də, sən uzun illər ərzində düzdür, sanksiyalara adaptasiya olunmusan bu və ya digər şəkildə bir immunitet formalaşıb. Amma nəticə etibarilə bu immunitetin fonunda da sənin büdcəndə olan vəsait mütləq şəkildə əriməyə başlayırsa, artıq iqtisadiyyatın bir çöküşü başlayır. Onu da nəzərə alaq ki, yenə deyirəm, iqtisadiyyatın əsas sahələri, xüsusən də neftdən gələn gəlirlər və s. xalqla yox, məhz o elita, molla rejimi tərəfindən
idarə olunur, onların nəzarətindədir. Övladları belə deyək, kef içində yaşayırlar. Xaricdə, orada, burada daim biz onların o video və s. Şəkillərini görürük, nümayiş olunur və bu təbii ki, daxildə də müəyyən qıcıq oyadır. Bir tərəfdə 90% az kütlə, bir tərəfdə də 10% harınlanmış bir təbəqə formalaşıb və nəticə etibarilə iqtisadiyyatın çöküşü prosesi başladığı üçün artıq proseslərə aktiv belə deyək, start verildi və hakimiyyətin də bu məsələdə edə biləcəyi bir şey yoxdur. Çağıra bilərsən insanları, 1 milyon, 2 milyonlab insan sənin müdafiən üçün küçələrə çıxa bilər. Hansın ki, Xameneyinin çağırışı ilə biz ayrı-ayrı vilayətlərdə onlara şahidlik etdik. Məsələn, Urmiyanı göstərirdilər və çox böyük bir izdiham göstərdilər. O meydanda mən olmuşam, o meydan ən yaxşı halda 700-800 nəfər tutar. Yəni, onun çəkiliş forması, onun təbliğ forması elə elədilər ki, güya Urmiyada böyük bir insan seli indiki rejimi dəstəkləyir. Təbii ki, hamısı, belə deyək, yalandır, sadəcə təbliğat üçün, ruh düşkünlüyü yaratmaq üçündür, amma artıq bunların heç biri İranda keçmir. Hər nə qədər interneti bağlasan da, hər nə qədər rabitədə fasilələrə, belə deyək, məcbur etmə olsa da, İnsanlar bu və ya digər şəkildə bir-birindən xəbər tutur, bu və ya digər şəkildə ayrı vilayətlərdə nələrin baş verdiyini görür. Ona görə də İranın bugün bütün əyalətlərində eyni hadisəyə biz şahidlik eləyirik. Etirazlar, rejimin sona getməsi, Xomeneyinin ölkəni tərk eləyib çıxıb getməsi, açıq şəkildə bu bəyanatları eşidirik və düşünmürəm ki, indiki repressiyalar fonunda və bu qədər insanın qətlə yetirilməsi fonunda birdən-birə bu aksiyalar dayandırılsın. Çünki ən yaxın insanlarını itirmiş adamlar təbii ki, mübarizəni davam etdirmək istəyəcək. Rəşid müəllim, çox sağ olun. Ətraflı, maraqlı şərhinizə görə düşünürəm ki, həm bizdə, həm tamaşaçılarda da İranda baş verən bu hadisələrin fonunda, Amerika ilə münasibətlər fonunda ümumi təəssürat yarattınız. Çox sağ olun. Əziz tamaşaçılarımız, bizim efirimizin qonağı politolog Rəşad Bayramov.